Müəyyən pul müqabilində mən kredit götürə bilərəm. Bunun qarşılığında məndən 500 manat pul istədilər. Təəssüflər olsun ki, bu kimi hallar nə ilkdir, nə də son. Belə dələduzlar əsasən sosial şəbəkələr üzərindən öz əməllərinə nail olurlar. Bu yaxınlarda Instagramda qarşıma maraqlı bir səhifə çıxdı. Mən də çox maraqlandırdı bu səhifə. Bu da mənə maraqlı gəldi. Belə bir sual yazdım səhifəyə. Yazdım ki, bu necə ola bilər? Onlar isə mənə dedilər ki, bütün sənədləri gətir və beləliklə sən istənilən miqdarda pul götürə bilərsən bankdan. Hər hansı bir hüquqi sənədin, emblemin, möhürlərin, ştampların saxtalaşdırılması, hazırlanması, satılması, istifadəsi kimi bu da Cinayət Məcəlləsinin 320-ci maddəsində öz əksini tapmışdı və qeyd etmək istəyirəm ki, həmin əməlləri özündə birləşdirən, hərəkəti edən şəxs artıq bu zaman Cinayət Məcəlləsində 3000 manatdan 6000 manata qədər cərimə ilə 2 ilədək azadlıqdan məhrum etmə və 2 ilə qədər islah işləri ilə məsuliyyətə cəlb olunur. İnsanların pullarını mənimsəyib, özlərini şah kimi aparanlar üçün bu dəfə şah qanun olmur. Qanun şah olur. Cinayət Məcəlləsində 178-ci maddə var ki, bu da özündə dələduzluq əməlini əks elətdirir və dələduzluq əməli də hər hansı bir şəxsin artıq etibarından sui-istifadə etməklə onun əmlakını ələ keçirmək kimi əməli özündə əks etdirir ki, bu zamanda 360 saatdan 480 saata qədər ictimai işlər, 2 ilə qədər islah işləri, 2 ilə qədər azadlıqdan məhrum etmə və 2 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılır.